Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti 6 dəfə azaldılır. Qadınların müddətdən artıq həqiqi hərbi xidmətə qəbulu zamanı bağlanan ilkin müqavilə müddətinin 3 ildən 6 aya endirilməsi təklif olunur. Bu dəyişiklik Milli Məclisin Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsində müzakirəyə çıxarılan hərbi xidmət keçmə haqqında əsasnamə və hərbi vəzifə və hərbi xidmət haqqında qanuna təklif edilən əlavələrdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən qadınlar və ehtiyatdan qəbul olunan şəxslərlə ilkin müqavilə 3 il müddətinə bağlanılır. Kişilər isə müddətdən artıq həqiqi hərbi xidmətə keçməzdən əvvəl müddətli hərbi xidmət keçdikləri üçün hərbi mühitə artıq uyğunlaşmış olurlar. Qadınlarsa birbaşa müddətdən artıq xidmətə qəbul edildiyindən uyğunlaşma mərhələsində çətinliklərlə üzləşə bilirlər. Təklif edilən dəyişiklik qadınların əvvəlcə 6 aylıq uyğunlaşma dövrü keçməsinə imkan yaradacaq. Bildirilir ki, bu addım kadr sabitliyini artıracaq, vaxtından əvvəl tərxis hallarını azaldacaq və hərbi xidmətin təşkilinin səmərəliliyini yüksəldəcək.